Değerli soydaşlar, yeni bir video ile yeni bir mövzuyla bağlı sizlerin qulluğundayım. Lütfen eğer videomuza bakandan sonra beğenirsenizse lütfen paylaşın, sesimize ses olsun ve bu bilgiler bütün topluma dağıtılsın. Bir daha derin minnettarlık ve teşekkürümü bildiririm. İran adlanan coğrafyada yaşayan ezilmiş halklar. Güney Azerbaycan Türk milleti. 9 gündür ki İran adlanan ölkənin faşist Molla rejimi İsrail torpaqlarını yüksek teknolojiyalı balistik raketlerle ateşe tutur. Bu raketler Şimali Koreya rejiminin laboratoriyalarından doğulup Çin ve İran mühendisleriyle təchiz olup ve indi yaxın şərqin başına yağır. Diğer taraftan ise İsrail'in raketleri rejimin hərbi ve nüvə merkezlerini vurmakla yanaşı milletin pulu ile düzeldilmiş altyapılarımız da məhv olur ve təəssüflər ki sivil vətəndaşlarımız da qurban gedirlər. Unutmayın ki bu ittifakın tohumu iller evvel medyanın səssizliği ile Xamenei'nin Pyongyang'a gizli seferi zamanı kurulmuştur. Bugün döyüş meydanında həmin şeytani ittifakın bəhrələrini rejim biçməkdədir. Amma əsas sual budur. Bu hərbi qələbə İran adlanan ölkədə yaşayan xalqların qələbəsidirmi? Yoxsa 45 illik azadlığımızı, gələcəyimizi, xoşbəxtliyimizi, ədalətimizi, insanlığımızı, kimliyimizi, hətta evlatlarımızı belə əlimizdən alan diktatoranın qələbəsidir. Təhlükə raketlerden daha büyüktür. Eğer bu muharebe faşist Molla rejiminin xeyrine başa çatarsa bu yalnız İsrail'in değil bütün bölgenin demokratiya arzularını məğlubiyyət etmektir. O zaman ne azadlık, adalet, milli hükümet sedası kalacak, ne ana dili ne de milli haklarımız. Bütün isteklerimiz, arzularımız silah ve istibdadın girdabında məhv olup gedecek. İran adlanan coğrafyada yaşayan məzlum xalqların artık etiraz etme hukuku belə qalmayacaq. Azerbaycan Türk milleti, Ərəblər, Bəluçlar, Kürtlər, Lorlar, Türkmenlər, Qaşqayı Türkləri, Xələt Türkləri, Xorasan Türkləri hamımız yeniden vilayeti, fəqihin, zülmü ve çəkmələri altında əziləcək. Din, ırk, azadlıq, ana dili, kadın hakları, bütün hukuklarımız hamısı Molla faşist rejiminin bu biabırçılıq qələbəsinin qurbanı olacaq. Əziz soydaşlar. Amma hələ gec değil. Bugün rejim hal-hazırda daxildən və xaricdən alov içindədir. Cəbhədə, daxildə, iqtisadiyyatda, diplomatiyada hər şey dağılmaq üzərindədir. Her şey məhv olmaq ərəfəsindədir. Bu muharebe bizim için büyük bir qızıl fürsətdir. İran adlanan ölkədə yaşayan bütün bir xalq olaraq umumi milli qiyam, umumi tətillər, medyanın oyanışı ve milli həmrəliyiyle bu qaranlıq gecəyə son qoya bilərik. Mesajımız nettir, mesajımız aydındır. Bu savaş bizim savaşımız değil ama bu fırsat bizim fırsatımızdır. Rejimin qələbəsinin reklam filmleri sizi aldatmasın. Bunların qələbəsi azadlığın məğlubiyyətidir. Eğer bugün ayağa qalxsaq, sabah bizim olacaq. Eğer bugün sussaq, sabah evlatlarımız diktatora içinde dünyaya gələcək. Diktatoranın içinde doğulacaq. Tarixi ya özümüz yazarıq, ya da yeniden tekrar yaşarıq. Yeniden küçələrə dönək. Şuurlu şəkildə, zorakılıqla yox, qorxuyla değil, birgə, inanla, fərdi şüarlarla değil, kollektiv səslə. Bir milletin səsi birlikte yükselendə heç bir rejim onun karşısını alabilmez. Ey işçilər, müəllimlər, tələbələr, qadınlar, sənətkarlar, azad ruhlu ruhanilərimiz, qeyri-fars xalqlar, ey bacılar ve kardeşler, ey kıymetli gençlerimiz, ey değerli gençlerimiz, hareket etmek vakti geldi. Budur, indi, bu dəqiqə son xəbərdarlığı olarak Qurtuluş Partiyası adından belə demək istəyirəm. Əgər bu rejim bu savaştan qələbə ilə çıxarsa, zülm 2 qat olacaq, intiqam neçə qat olacaq. Bu dəfə islahat üçün değil, əbədi hökmranlıq üçün edəcəklər və o gün etiraz edəcək bir səs belə qalmayacaq.
Gecikməyin, çəkinməyin, ayağa qalxalım. Bu xalqın layiq olduğu sabahı bu gün başladaq. Bu gün quraq. Böyük Türk millətinə layiq gələcək üçün, ədalət arzumuzu yaşamaq üçün, azadlıq üçün, anaların səsi üçün, körpə balalarımızın iniltisi üçün, insan olmaq üçün, ləyaqət üçün. Bu gün sabah yox. Gəlin hər şeyə hazır olaq. Öz şəhərimizi ələ keçirməyə hazır olaq. Öz şəhərimizin kontroluna hakim olaq. 100 illik qisasa, 100 illik qisas almağa, 100 illik arzularımıza hazır olaq. Bu müharibə İran rejiminin sonu olmalıdır. Dünya hökmranlığının başlanğıcı yox. Əgər bu müharibədə, bu savaşda İran Fars şuubi faşist rejim qələbə çalarsa, doğuda yox, bütün dünyada demokrasinin məğlubiyyəti deməkdir. Yaşasın insanlıq.